Gədəbəy rayonunun Saratovka kəndində qeydə alınan hadisə zamanı el şənliklərində davulçu kimi iştirak edən Aysel Xıdırova Chevrolet markalı avtomobilini aşırıb. Qəza zamanı Aysel Xıdırova xəsarət alıb, oğlunun isə qolu sınıb. Yasamal qəbirstanlığında qəbirləri qazaraq ölən şəxslərin kəllə sümüyünün ağız nahiyəsindən qızıl dişləri oğurlayan şəxsin məhkəmə prosesi başa çatıb. Hakim qarşısına təqsirləndirilən şəxs qismində həmin qəbirstanlıqda qəbir qazan kimi çalışan Elvin adlı şəxs çıxarılıb. Məlum olub ki, o 1963-cü ildə ölən Anatoli Dudrova məxsus məzarı qazaraq 1220 manat dəyərində 9 ədəd qızıl dişi mənimsəyib. Bundan başqa o, eyni əməli 1975-ci ildə ölmüş Aleksandra Asipovayanın məzarını qazaraq törədib. Elvin taladığı qızılları daha sonra Moskva univermağında satıb, daha sonra isə polis tərəfindən həbs edilib. Qeyd edək ki, məhkəmənin qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə təqsirləndirilən şəxs törətdiyi əmələ görə 2 il elektron qolbaqla hərəkət etməli olacaq.